bilirsiniz. Ve belə bir gözəl masa hazırlanıb. Nata YouTube'da olmağa bir Bir tane de böyle ye. Burada yoxdur, hər cür modellər var. İstər ad gününə, istər xeyir iş üçün. Çox gözəl modellər var. Orada müştərilər var deyə çox çəkə bilmirəm. Herkese salam. Kanalıma xoş gəlmisiniz. Bugün çox sevdiyim bir influencerin ad gününə dəvətliyəm. Herkesin tanıdığı Şafat Agiyevanın ad günüdür və mən duşumu aldım, paçilərimi taxdım, hal-hazırda kofemi içirəm və biz bugün birlikdə hazırlaşacağıq. İndi makyajımı edəcəm, sonra birlikdə gedəcəyik salona, saça, ondan sonra gedəcəm Delamura. Bayaq qoyduğum kadrlarda görə bilərsiniz. Delamur ateliyesi mənə çox gözəl bir paltar hazırlayıb. Ad günündə dress code pastel tonlarındadır. Məsələn, açıq mavi, açıq çəhrayı, sarı tonları və s. və mən də təbii ki, hansı rəngi seçdim? Pink tonlarını. Çəhrayının çox açıq bir rəngidir. Yadıma gəlmir axırıncı dəfə nə vaxt bu rəngi geyinmişəm, bəlkə də 6-7 il öncə. Məncə çox yaraşacaq, paltara ürəyim gedib. Əgər sizə bugünkü günüm maraqlıdırsa, bu arada ad gündən də kadrlar qoyacağım. Videoya sona kimi baxın. Bu arada burada göz muncuğu çıxıb, ona fikir vermirik. Makyajla örtəcəm və makyajım çəhrayı tonlarda olacaq. Düşünürəm ki, o paltara tam uyğun bir makyaj edəcəm və dodaqlarıma da yəqin ki, gloss edəcəm. Par-par olmaq istəyirəm, gözəl görünmək istəyirəm. Belə, saçlarım yaşdı, indi onları yığacam, öz-özünə qurusun, sonra saç ustasına gedəcəm. Videoda isə bəzi kadrlarda danışacağım, bəzi yerlərə musiqi qoyacağım, hansı ki, təkrardır, yəni o makyajı artıq etmişəm, üz tonlaşdırmadır və s. Amma incə detalları təbii ki, sizinlə bölüşəcəm. Belə bir vatni disklərim var. Vatni disk deməzdim. Bu patçı kimidir üz üçün. Bunu Moskvadan dayım gətirib. Bilir ki, dərim yağlıdır. Bunu istifadə edən zaman üzüm həmin günü yağlanmır. Yağlansa da çox az yağlanır. Ona görə bundan istifadə edəcəm. Adı My Biogen'dir. Rusiyadan alıb, bilmirəm harda satılır. Belə bir şeydir. Özü suludur, nemdir. Bununla üzümü yaxşıca silirəm. Dərim yağlı olduğu üçün və ad gündə axşam olduğu üçün dərimi mat saxlamalıyam. Ona görə də Make Up Forever'ın Step 1 bazasını istifadə edirəm. Ən gözəl bazalardan biridir. Yəni öz toyumda da bunu istifadə etmişdim. Çox gözəl bazadır, amma çox az istifadə etmək lazımdır. Əsas burnumun üstünə və yağlanan yerlərə istifadə edirəm. Çox istifadə etsəz də həddindən artıq quruda bilər. Ona görə də çox az burnumun üstünə və alnıma, çənəmə keçəcəm. Həm də poraları çox gözəl bağlayır. Kanal krem olaraq Nars'ın Barcelona rəngini istifadə edəcəm. Sadəcə bu mənə çox tünd olduğu üçün biraz bundan qatıram. Bu da Guerlain'in 2N nömrəsidir.
Bayaqdan qonşuda remont gedirdi. Yaxşı ki mahnı qoymuşam araya. Ümid edirəm başa düşdünüz nə etdim. Tonal kremimi konturladım, sonra blush vurdum. Ondan sonra həmin blushla gözümə ten keçdim və Tarte'ın paletindəki bəzi tenləri qatdım. Hal-hazırda gözümün üstünə ağ ten vurmuşam, amma üstündən parıltı vurmaq istəyirəm. Əgər gözün üstünə zər vurmaq istəyirsə, yoxsa parıltılı bir ten, yəni highlighter effekti, o zaman mütləq gözün üstünə baza vurmalısınız. Bəli, quru mat gözün üstünə baza vurulmalıdır. Çünki əgər zər vururuqsa, o zər gün ərzində üzümüzə tökülməsin deyə, bütün günü qalsın deyə baza vurulmalıdır. Baza da məndə NYX-indir, amma hal-hazırda təəssüf ki, yəni belə bilirdim mən ki, NYX-ə bu gəlmir, amma mən Trendyoldan sifariş eləmişdim, oradan tapmışdım. Olmasa da Azondan filan baxa bilərsiniz. Baxın, belə bir göz bazasıdır. Üstündə yazılıb glitter primer. Çox gözəl saxlayır makiyajı, yəni göz makiyajını, üstündəki tenləri. Üstündəki zərləri çox gözəl saxlayır. Ay Allah, başladı. Nəysə, əsas bunu deyə bildim. Pussy'nin bu zərli tenini vuracağım. Görürsünüz orada. Çok güzel parıldadı. Ümid edirəm görünür. Biraz ışığı aşağı salım. Biraz ışığı aşağı saldım ki görəsiniz. Və bu hissələri də vuracağım artıq fırçayla. Və həmən zəri istifadə edirəm. Artıq keçirəm linerə. Məndəkinin adı Neverti, ya Neverti. Belə bir linerdir. Bunu almışam Olivia'dan. Düz özümə baxıram, linerin ucunu çıxardıram. Sonra ucuna dəyməmək şərti ilə hardasa biraz ortasından belə aşağı doğru birləşdirirəm. Linerimi də çəkdim. İndi gözümün içinə ağ qələm çəkəcəm. Məndəki qələm H&M-dir. Xaricdə olanda kassada görüb almışdım. Çox gözəl qələmdir, bitməyi bilmir. Və tuş vuracağım. Düzdür, kipriklərim qaynaq olsa da bugün özəl gündür və kölgələr eləmişəm, üstünə dağılmış ola bilər. Ona görə tuş vuracağım. Əgər istəyirsinizsə ki, ağ qələm gün ərzində axmasın, bu qaraya da aiddir. O zaman gözləyin qurusun. Çəkəndən sonra bir 10-15 dəqiqə sonra bir daha çəkin. O zaman axmır. Üstündən 5-10 dəqiqə keçəndən sonra NYX-in qələmini istifadə edəcəm. Bu biraz daha bej tondadır. 01 nömrəsidir. Bu da çox gözəldir. Bu daha nude'dur, daha bejdir. Əslində ağdan da keçə bilərəm. Sadəcə bunu etmək istəyirəm. Görürsünüz, ikinci dəfə keçəndən sonra daha da görünür, daha da qəşəng qalır. Çox balaca bir fırça götürürəm bu formada və kiprik dibimə keçirəm. Daha tünd rənglərlə. Bu iki rəngi qatacağım. Fərqi görürsünüz, bu göz daha çox tamamlandı. Bura boş qalıb, ona görə bunu da indi dolduracağım. Xət kimi qalmasın deyə biraz da kölgələrdən istifadə edirəm. Daha belə dolu görüntü olsun. Baxın, bu gözüm sanki doldu, tamamlandı. Tuşumu Olivia'dan yeni almışam, amma istifadə eləmişəm daha öncə. Çox bəyənirəm, Vivienne sabonumdur. Çox gözəl fırçası var, nazik dəndən ayırır kiprikləri. Kiprik qaynağından sonra tuşu təmizləmək çox asandır. Bir fırça götürürəm kiprik üçün. Misillər suya batırıb belə darayıram və ya yuyuram. Çox səliqəli, ona görə də heç nə olmur, heç bir tökülmə olmur. Maksimum 1-2 kiprik, o da normaldır. İndi də alt kipriklərimə tuş vururam. Mən bu istiqamətdə edirəm ki, daha uzun sov görünsün gözlərim. Baxın, bu formada. Əgər belə etsəydim, gözlərim daha aşağı düşəcəkdi. Ona görə qırağa doğru belə tuş vururam. Tuşumu çəkdim. Əgər hər hansı bir yerə nöqtə dəydisə, tələsmirəm. 10-15 dəqiqə keçir, sonra qulaq çöpü ilə o quruduqdan sonra təmizləyirəm. Və ən əsası, vurandan sonra bura tuş yığıla bilər. Ona görə qulaq çöpü ilə təmizləyirəm ki, aşağıya yayılmasın.
Görürsüz qaralar çıxdı və aşağıya yayılmayacaq. Çox bəyəndim özümü. Çox gözəl deyil makiyajım. Həyatda lap gözəldir, kamera tam ötürmür təəssüf ki. İndi üzümü biraz da konturlayacağım, biraz da bronzer keçəcəm və enlik, çünki göz makiyajıma etdikcə o biraz azala bilər. Sonra da keçirəm dodaq konturuna. Bu arada ad gününə bütün blogerlər yanlarında Reels Maker aparacaqlar ki, gün ərzində onları çəksinlər. Bu çox rahat bir şeydir. Sadəcə tapşırılıb ki, Reels Makerlər qara giyinsinlər ki, qonaqlardan seçilsinlər. Mən də Reels Maker aparacağım özümlə. Bu çox rahatdır. Day deməyəcəm məni kim çəkəcək. Bol enlik. Keçirəm dodaqlara. Dodaq qələmi olaraq Miss Tyson 764 nömrəsini istifadə edəcəm. Hər hansı bir dodaq boyası olsa da bu ideal gedir hər bir rənglə. İlk öncə üstünü belə tonlaşdırıram. Üstündən pudra ilə sabitləyirəm ki, gün boyu dodaq boyam yerindən oynamasın. Dodaq qələmi indi çəkmək istəmirəm, çünki arada gedib yemək yeyəcəm, ondan sonra saç ustasına gedəcəm. Amma göstərirəm hansını istifadə edəcəm. Dodaq boyası olaraq Golden Rose'un 30 nömrəsi. Nude rənglə persikin qarışığı bir tondur, sırf burada gördüyünüz kimi. Amma üstündən də daha çox rozovuluq qatmaq üçün Guess'in heç bir nömrəsi olmayan belə bir glossunu istifadə edəcəm. Bunu mənə hədiyyə vermişlər o vaxtı. İndi gedirəm biraz yemək yeyim, sonra dişlərimi fırçalayım, buraları biraz yığışdırım, geyinim gedim saç ustasına və o arada da dodaq kombomu edim. Belə. Işığı söndürüb bir özümə baxdım. Gördüm ki, gözlərim yetərincə dolu deyil. Ona görə də kipriklərdən istifadə etməyə qərar verdim. Bəli, qaynağın üstünə olar. Bu bir ilk deyil, toyumda da elə eləmişdim. Qaynağın üstünə kiprik qoymuşdum. Sırf bunlar yarım kiprikdir. Ona görə buradan qırağa doğru qoyacağım və görəcəksiniz necə gözəl olacaq. Mən belə sevirəm də. Mənim sadəliklə heç aram yoxdur. Kipriyi götürdüm. Bu hissələri, bu çıxıntıları kəsirəm. Kipriyim Ardel'dir. Bu arada bunu Rusiyadan almışam. Görünməzdir, prozraçnidir. Amma Bakıda harda satıldığını bilmirəm. Azondan sifariş edə bilərsiniz. Bir damcı belə edirəm. Pinsetimi götürürəm. Pinsetin arxasıyla kipriyə belə kleyi çəkirəm. Biraz gözləyirəm qurusun. Tam özümə düz baxıram, belə yuxarıdan qoyuram. Bu qədər asan. İndi yerini bərkidəcəm. Belə, yəni kipriyi taxmaq çox asandır, sadəcə praktika lazımdır. Təbii ki, kleydən də çox şey asılıdır. Kley quruyana kimi öz life hackımı edirəm. Charlotte'un Fair rəngi pudrasını bu hissələrə keçirəm. Onda kontur daha da bilinən olur. Biraz göz altıma da keçirəm. Çox gözəl Photoshop effekti verir. Bax, bu başqa məsələ. Gözlərim doldu, tamamlandı. İndi isə nə edirəm? Flamaster linerimlə yenə üstündən keçirəm. Çünki şəkil çəkdirəndə, ora ışıq düşəndə orada ağ iz kimi görünür. Bu görüntü olmasın deyə. Kipriyin üstündən belə keçirəm. Çox qapqara oldu, doldu bura. Bunu çox vizajistlər etməyi unudur və model və müştəri aşağı baxanda bura ağappaq qalır, çox pis görüntü olur. Əgər linerli makiyaj deyilsə, o zaman qara kölgə ilə üstündən keçə bilərsiniz. Glossu hələ ki vurmuram, çünki dediyim kimi saça gedirəm. Orada fen dəyə bilər və ya çıxanda külək ola bilər. Ona görə qaydandan sonra glossumu çəkəcəm, sonra bədənimi kremləyəcəm, zərli, parıltılı, ışıltılı, ayaqlarım belə parıldasın, qollarım və s. Və ondan sonra da ad gününə yollanacaq. Yox, birinci Delamura gedəcəyik. Orada mənə geyindirəcəklər, korsetimi qəşəng bağlayacaqlar. Oradan da ad günü.
Paltarımın güzelliğine bakın. Çok güzeldi. Bu arada toy komplektimi taktım.